Salam uşaqlar, bilmətçulu tənliklər 5-ci bölməni izah edirəm. Modullu tənlik və irrasional tənliklər. Başlayaq. Birinci sualımız 2 üstəgəl kök altda 3x bərabərdir 8. Birinci 8-dən 2-sini çıxırıq, eləyir 6. Kök olan tənlikləri, yəni irrasional tənlikləri həll etmək üçün hər tərəfi kvadrata yüksəltirik. Ki kökdən azad edək, sol və sağ tərəfi. Sol tərəfi kvadrata yüksəldəndə kvadrat kökü aparır, 3x qalır. 6-ın kvadratı isə 36-dır. 36-nı isə 3-ə bölürük, eləmiş olur 12. Tənliyin kökünü tapdıq. Və bir şey də nəzərə almalıyıq həmişə. Kök olan tənliklərdə aldığınız ədədi kökdə yerinə qoyub yoxlamaq lazımdır ki, kökün 6 mənfi eləməsin və kökün cavabı da mənfi alına bilməz cüt qüvvətdən. Onu həmişə yoxlamalısınız. Burada ehtiyac yox idi deyə, onsuz da mənfi yox idi. Yoxlamadıq. Üçüncü suala baxırıq. 4-cü dərəcədən x çıx 1 vurulsun x üstü 4 çıx 16 bərabərdir 0. Axırda 0 varsa, yəni hasil 0-dırsa, ayrı-ayrı 0-a bərabər edirik. Birinci tərəfi bərabər edəndə kökü yazmağa da ehtiyac yoxdur. Çünki kök altda 4-cü dərəcədən 0 çıxıbsa, ədəd yalnız 0 ola bilər. İkinci tərəfi də 0-a bərabər edirik yeni qayda ilə. Buradan x-i 1 tapırsınız. Buradan x üstü 4 bərabərdir 16-dırsa, x bərabərdir. Yəni hansı ədədi 4 dəfəsinə vuranda 16 edir? Bilirsiniz 2. Ya da ki 4-cü dərəcədən kök altda 16 yazıb, oradan 2 də çıxartmaq olardı. Və sizdən soruşur tənliyin neçə kökü var? Baxın, bayaq dediyim bura aiddir. Məsələn, mənfi 2-ni götürməyəcəm. Niyə? Mənfi 2-ni yerinə qoysam, kökün altında mənfi 2 çıx 1, mənfi 3 eləmiş olur. 4-cü dərəcədən kök altda mənfi olar bilməz. Deməli, ona görə də bizim mənfi 2 kökümüz deyil. Ona görə də bizim köklərimiz 1 və 2 olmuş olacaqdır. Deməli, tənliyin neçə kökü olmuş oldu? 2 dənə. A variantı. Davam edirik. 5-ci sualımız. Yenə eyni qayda ilə sonunda 0 varsa, dediyimiz kimi ayrı-ayrı 0-a bərabər eləmək məcburiyyətindəyik. Sualımız 3x plus 2. Digər mörtəzədə kök altda x çıx 4 bərabərdir 0-dır. Yenə ayrı-ayrı 0-a bərabər edirəm. 3x plus 2 bərabərdir 0. 3x bərabərdir mənfi 2. X bərabərdir mənfi 3-də 2. İkincini bərabər edəndə kök altda x çıx 4 bərabərdir 0. Kök altda x bərabərdir 4-ə. Kökdən azad eləmək üçün kvadrata yüksəlir. Ya da ki, düşünək, kökün altında neçəymiş ki 4 çıxıb 16 imiş da. Kökün altındakı ondan 4 çıxıb kvadrata yüksəltdik. X bərabərdir 16. Yenə mənfi 3-də 2 kökümüz olmayacaq. Çünki gətirib kökün altına qoysaq, kök altda mənfi 3-də 2 olmuş olur. Ona görə də tənliyimizin kökü 16-dır. B variantı 16. 7-ci sualına davam edirik. Modullu tənlikdir. Modullu tənliyi həll edəndə moduldan bir dəfə müsbət, bir dəfə mənfisini çıxartmış oluruq. Gəlin 7-ci sualımızı yazaq. Deməli, sual belədir. Modulda x plus 3 bölü 2 çıx 1 bərabərdir 3-ə. Deməli, modulu bir dəfə 3-ə, bir dəfə isə mənfi 3-ə bərabər edir. Yəni, bir dəfə x plus 3 bölü 2 çıx 1 bərabərdir 3 tənliyini həll edəcəm. İkinci səfər isə x plus 3 bölü 2 çıx 1 bərabərdir mənfi 3 tənliyini həll edəcəm. Burada 3-ün üstünə 1 gələndə eləmiş olur 4. 4-ü 2-yə vurursunuz 8. 8-dən də 3-ün çıxırsınız 5. İndi buna həll edirik. X plus 3 bölü 2 bərabərdir. Mənfi 3-ün üstünə 1 gəlirəm. Mənfi 2. Mənfi 2-ni 2-yə vururam. Mənfi 4. Mənfi 4-dən də 3-ün çıxıram. Mənfi 4 çıxıç eləyir. Mənfi 7. Bizdən isə istəyir tənliyin köklərinin cəmi. 5 ilə mənfi 2 almışam. 5 ilə mənfi 7 almışam. Bunları toplayıram, eləyir mənfi 2. Elədim. B variantı. Davam edirik 9-cu sualda. 9-cu sual irrasional tənlikdir. Kök var. Deməli, həmin kökün dərəcəsi neçədirsə, həmin dərəcədən qüvvətə yüksəltmək lazımdır. Kökün dərəcəsi 2 olduğu üçün kvadrata yüksəltməliyik. 9-cu sualımız sual belədir. Kök altda x kvadrat üstəgəl 7 bərabərdir x plus 3.
Bizə deyir ki, bu tənliyi həll edin və 5x plus 1 ifadəsinin qiymətini tapın. Yəni uzun sözün qısası bunu həll edib x-i tapmaq lazımdır. Kök var deyə hər tərəfi kvadrata yüksəltdim. Solu bir, sağ bir. Sol tərəfdə kvadrat kökü apardı, qaldı x kvadrat üstə gəlir 7x-in özü. Sağ tərəfi isə müxtəsər vurma düsturu kimi açdım. Birlikdə a kvadrat 2ab hasilin yəni kimisi üzrə b kvadrat. İndi uşaqlar x kvadratları islah olunur. Niyə? X də müsbətdir, biri digər tərəfə keçəndə mənfi olacaq, islah olunacaq. Qaldı 7x çıx 6x bərabərdir 9-a. X 9-dur. Bu tənliyimizin köküdür. Bizdən isə istəyir 5x plus 1-in qiymətini tapmaq. Gətirib x-in yerinə 9 qoyaq. 5 vur 9, üstə gəl 1. Bu da eləyir 46. B variantı. 10-cu sualda eyni qayda ilə. Keçin 11-ci sual. Əslində 11-ci sual 3-cü suala oxşuyur. Deməli, hansı sıfıra bərabərdirsə, ayrı-ayrı sıfıra bərabər eləmək qaydamız həmişə doğrudur. Deməli, ayrı-ayrı sıfıra bərabər edirəm bu ifadələri. Deməli, x çıx 5 bərabərdir 0, x 5-dir. Bunu sıfıra bərabər edirəm. Kökü yazmağa ehtiyac yoxdur, bayaq dediyim kimi. Kök sıfıra bərabərdirsə, yəni kökün altındakı ifadə sıfır olmalıdır ancaq. X kvadratı bərabərdir 16. Kvadratı 16 olan ədəd plus minus 4-dür. Biz, uşaqlar, 5-i götürməyəcəyik kök. Niyə? Sahilək. 5-i bura qoysam 16 çıx 5-in kvadratı, yəni 16 çıx 25 edir. Kök mənfi eləmiş oldu. Demişik ki, kök altı ifadə mənfi ola bilməz. Amma 4-lərin hər ikisi ödəyir. Deməli, sizdən də köklərinin cəmini istəyir. 4 ilə mənfi 4-ün cəmi 0. Uşaqlar 5-i də sayır deyək. Cavabı 5 götürürlər. Amma nəzərə almaq lazımdır ki, o 5 bizim tənliyimizin kökünü ödəmir. Çünki 5-i yerinə qoyanda kökün altındakı ifadə mənfi olmuş olur. 13-cü sual. 13-cü sualı iki cür həll eləmək olur. Yeni dəyişən də daxil eləmək olar. Və yaxud kökdən bir dəfə müsbət, bir dəfə mənfi çıxır qaydasını da tətbiq eləmək olar. Gəlin birinci bir dəfə mənfi çıxır, bir dəfə müsbət çıxır qaydasını tətbiq eləyək. Sonra yeni dəyişən daxil eləyək. Deməli, uşaqlar, deyir ki, bir dəfə x-i müsbət ədəd kimi düşünürük. Müsbət ədəd düşündüyümüz üçün moduldan özü çıxmış olacaq. İkinci səfər x-a mənfi ədəd kimi düşünək. X-a mənfi ədəd düşünəndə bilirik ki, əgər hərflər mənfidirsə, onu moduldan çıxardanda qarşısına mənfi qoyuruq. Ona görə də bu mənfi, bir dənə də qarşıdakı mənfi, ona görə də müsbət 5x alınmış oldu. Aha, indi iki dənə tənliyimiz var, tənlikləri həll eləyək ayrı-ayrı. Deməli, uşaqlar, vuranda 6 viyet eləyirəm, toplayanda isə 5 eləyən ədəd, müsbət 5-a. Çünki mənfi bölü aid axı tənliyin köklərinin cəmi, ona görə də müsbət 5. Deməli, bu ədədlərimiz olacaq 2 ilə 3. Vuranda 6 eləyir, toplayanda isə müsbət 5 eləyir. İndi buna gəlirik. Toplayanda 6, daha doğrusu vuranda 6, toplayanda mənfi 5 eləməlidir. Bir də deyirəm, toplayanda mənfi 5, vuranda isə 6 eləməlidir. Bu da mənfi 2 ilə mənfi 3-dür. Toplayanda mənfi 5 eləyir, vuranda isə müsbət 6 alınır. Sizdən nə istəyir? 13-cü sual. Tənliyin kiçik kökü. Təbii ki, mənfi 3 olmuş olacaq. İndi gəlin ikinci üsuldan da yazaq. İkinci üsulda yeni dəyişən daxil eləmək üsuludur. Onda nə edirik? O zaman. Deməli, moduldakı x-a əslində belə eləyək. Birinci x kvadratını modul x-in kvadratı kimi yazıram. Aldım belə bir ifadə və moduldakı x-a bir t deyirəm. Yəni həmişə yadda saxlayın ki, x kvadratın yerinə modulun kvadratı yazmaq olar. Eyni şeydir. Modul x-a da yine t deyirəm. Bu zaman tənliyim olur t kvadrat çıxılsın 5t üstə gəl 6 şəklində. Yəni vuranda 6, toplayanda da 5 eləyən ədəd 2 ilə üstü. İndi biz t-ni tapdıq, amma x-i tapmadıq. T-miz nəyə bərabərdir? Modul x-a. Deməli, modul x-i bir dəfə 2-yə bərabər eləyəcəm. Buradan alırıq x bərabərli plus minus 2. Bir dəfə də modul x-i 3-ə bərabər eləyirəm. X bərabərli plus minus 3. Və sizdən də tənliyin kiçik kökünü istədiyi üçün təbii ki, mənfi 3 olmuş olacaq. 15-ci sualdan davam edirik. Yenə uşaqlar, 15-ci sual görürsünüz, irrasional tənlikdir. Kvadrata yüksəldəcəm, kökdən azad edəcəm. Tənliyimi həll edəcəm. Gəlin,
Yazaq misalımızı. Kökün altında 3x kvadrat çıxılsın 6x üstəgəl 25'dir. Bu ifadə bərabərdir 5 çıx x-ə. Deyir tənliyin kökləri cəmini tap. Kökdən azad eləmək üçün kvadrata yüksəldirik. Sağı bir, solu bir. Solda kvadrat kökü aparır. Qalan ifadəmiz 3x kvadrat çıxılsın 6x üstəgəl 25'dir. Sağ tərəfim eləyir 25 çıxılsın 10x üstəgəl x kvadratı. Yığaq bir tərəfə 3x kvadrat çıxılsın 6x üstəgəl 25 çıx 25 üstəgəl 10x çıx x kvadrat bərabərdir 0. Bilirsiniz də digər tərəfə keçirirsə işarələr dəyişir. 25x'lər 25'lər getdi. 3x kvadratından x kvadratdan çıxıram 2x kvadrat. Mənfi 6x'dan 10x yəni ondan 6'sını çıxanda bu deyilir 4x bərabərdir 0. Hər tərəfdən x ortaq çıxartılıb istəsəz 2x'i də çıxarda bilərsiniz. Alınan tənliyi ayrı-ayrı 0'a bərabər edirəm. 2x bərabər 0, x 0'dır. X plus 2 bərabərdir 0, x bərabərdir mənfi 2'dir. Burada niyə 0 oldu? 0'ı 2'ye böldüm. 0, burada isə 0 çıx 2 oldu mənfi 2. Sizdən də istəyir köklərinin cəmini 0'dan mənfi 2'nin də cəmi olacaq mənfi 2. On 17-ci sualımıza baxırıq. Sual belədir. 6 üstəgəl kök altda x plus 9 bərabərdir 7. Deməli 7-dən 6'sını çıxıram. Eləyir 1. İndi kökdən azad eləmək üçün kvadrata yüksəldirəm. X plus 9 bərabərdir 1'ə. 1'dən də 9'un çıxanda mənfi 8. Yoxlayaq görə kökü mənfi edir ya yox. Mənfi 8 üstəgəl 9 kökün altı müsbət 1 edir. Deməli tənlimizin kökü mənfi 8 ola bilər. Oldu A variantı 17-ci sualda da. 18-ci sualda eyni qayda ilə 19-cu suala baxırıq. Yenə kök var. Kvadratı yüksəltmək gəldir. 19'un yerinə 20'ni yazım. Niyə? 20-ci misalda kökün qabağında 2 var. Kvadratı yüksəldəndə onu da yüksəltməliyik. Ona görə gəlin 20'ni yazaq. Sual belədir. X plus 2. 2 kök altda x plus 5. Deyir ki, həqiqi köklərin sayını tapın. Demək kök varsa indi kvadrata yüksəldirir. Solu 1, sağı isə 1. Nə baş vermiş olur bu zaman? Deməli sol tərəf olur x kvadrat üstəgəl 4x plus 4. Sağ tərəf olur 2'nin kvadratı 4. X plus 5'in kökün kvadratı isə sadəcə x plus 5 olmuş olur. Çünki kvadrat onun kökünü aparmış olur. Amma bu iki kökə aid deyildi deyə ona görə 2'nin kvadratı normal 4 elədir. Mötərizəni vurub açaq. Sonra hamısını bir tərəfə yığaq. Deməli x kvadrat üstəgəl 4x. 4x'lərin üstünə xət çəkim. Niyə? Çünki uşaqlar müsbət 4x-də digər tərəfə keçəndə mənfi olacaq, silah olacaq. 20'dən 4'ün çıxırsınız 16. 16 nəyin kvadratıdır? Plus minus 4'ün. Sizdən isə soruşur tənliyin köklərinin sayı. Tənliyin bir dənə kök olacaq, o da 4 olacaq. Mənfi 4 olmayacaq. Niyə? Yoxlayaq. Niyə? Mənfi 4 aparaq ifadədə yerinə qoyaq. Olur belə. Mənfi 4 plus 2. Bərabərdir 2 vur. Kök altda mənfi 4 üstəgəl 5. Mənfi 4 üstəgəl 2 eləyir mənfi 2. Bu tərəf eləyir. 5'dən 4'ün çıxıram 1. Kök altda 1'dən 1 çıxır. Qarşıdakı 2'yə də vurdum oldu ki. Mənfi 2 2'yə bərabərdir. Xeyr. Deməli mənfi 4 bizim tənliyimizin kökü deyil. Müsbət 4 isə yerinə qoyub yoxlasaz ödənmiş olacaq. Deməli bizim tənliyimizin bir dənə kökü var 4. Bu oldu cavabımız A variantı 1. Uşaqlar çaşır 4'ü götürür Y variantı. Uşaqlar sizdən deməli tənliyin kökünü tap. Tənliyin kökü desə hə Y variantı 4 olardı. Deyir tənliyin köklərinin sayını tap. Neçə dənə kökü var? Bir dənə. Desək kökü neçədir? Hə 4. Davam edirik 21-ci sualda. Deməli sual belədir. 3 çıxılsın kök altda x plus 6 bərabərdir 5'ə. Mənfi kök altda x plus 6 bərabərdir 5 çıx 3 eləyir 2. 2'ni də kökün qarşısındakı mənfiyə bölsə kök altda x plus 6 bərabərdir mənfi kök mənfiyə bərabər olamaz. Deməli tənliyin həlli boşluqlu. 23-cü suala baxırıq.
Deməli, tənliyi həll elədik. Modullu tənlikdir. Bir dəfə müsbətlə, bir dəfə də mənfisinə bərabər edirik. Deməli, modulda x çıx 2 üstəgəl 5 bərabərdir 9-a. Bir dəfə isə mənfi 9-a bərabər eləmiş olacaq. Deməli, bir dəfə isə uşaqlar mənfi 9-a bərabər eləmiş olacaq. Yəni, eyni tənliyi yazacağım. Yəni, modulda x çıx 2 üstəgəl 5 bərabərdir mənfi 9 tənliyini həll eləmiş olacaq. Gəlin, indi bunu həll eləyək. X çıx 2 bərabər. 9-dan 5-in çıxanda eləyir 4. Modulu 4 olan ədəd x çıx 2-ni bir dəfə 4-ə və ya x çıx 2 bərabərdir mənfi 4-ə. Yəni 2 dənə tənliyi əldə edəcəm. 4-ün üstünə 2 gələndə 6. Burada mənfi 4-ün üstünə 2 gələndə isə bu eləmiş olacaq mənfi 2. İndi gələk buna. Modulda x çıx 2 bərabərdir. Mənfi 9 çıx 5 edir mənfi 14. Modul mənfi olanmaz boş çoxluq. Tənliyimizin kökləri 6 və mənfi 2 olmuş oldu. Yəni C variantı. İndi 25-ci suala baxırıq. 25-ci sualımız budur. Kök altda x kvadrat bərabərdir 2-yə. Bunu iki cür həll eləmək olar. Kvadrat kökü aparır. Modulda çıxır. Bilirik də həmişə cüt qüvvətdən kök altından çıxardanda modulda çıxardırdıq. Kvadrat kök aparırdı modulda. Modulda x bərabərdir 2 tənliyinin həlli də plus minus 2-dir. Yəni cavab olur. Köklərinin hasilini istəyir. Mənfi 2 ilə 2-nin hasili mənfi 4. Bu birinci üsul. İkinci üsul. İrasional tənlik kimi. Kök olan tənlikləri həll eləyəndə həmişə kvadrata yüksəldirik. Gətirək bunu kvadrata yüksəldirik. Bu yüksəltdiyimiz kvadrat kök aparır. Qalır x kvadratı bərabərdir 4. Kvadratı 4 olan ədəddə plus minus 2. Yenə köklərinin hasili mənfi 4 olmuş oldu. 27-ci sual. Deməli, x üstü 2-də 1 vur x üstü 2-də 3. Natural üstü qüvvətləri vuranın üstləri toplanır. Qüvvətlər toplanır. Yəni x üstü 2-də 1 ilə 2-də 3-ü toplayıram. Bölünür 2-də 4. 2-də 4 də 4 bölü 2 deməkdir. Yəni x kvadratı deməkdir. X üstü 2. X üstü 2 bərabər 1-dirsə bu normalda olmalıdır plus minus 1. Amma cavab 1 olacaq 2 variantı. Bilirsiniz niyə 1 olacaq? Mənfi 1-i götürməyəcəyik. Belə də düşünə bilərik. Qüvvətdir. Əsas heç vaxt mənfi olmur. Ona görə də mənfi 1 yox. Cavab yalnız 1 olmuş olacaq. Davam edirik 29-cu sualına. Modulu tənlikdir yenə. Yenə bir dəfə müsbətlə, bir dəfə mənfisinə bərabər edəcəyik. Birinci. 16-dan 14-ü çıxıram 2. Yəni 16-dan neçə çıxıblar 14 edeyim 2. Modulu 2 olan ədəd plus minus 2. Sizdən də köklərinin hasilini istəyir. Mənfi 2-ni 2-yə vurursunuz. Mənfi 4. 31-ci suala baxırıq. Deməli, sualımız belədir. Deyir, tənliklərdən hansının həqiqi kökü yoxdur. Başlayaq birincidən. Sual belədir. 4x kvadratı üstəgəl 1 bərabər 0. Bunun həqiqi kökü həqiqətən yoxdur. Niyə? 4x kvadratı bərabərdir mənfi 1-ə. Kvadrat mənfi ola bilməz. Deməli, həqiqi kökü yoxdur bu. Birinci. Sonra baxaq. İkinciyə. İkincimizdə verilən 2 kök altda x bərabərdir mənfi 0. Tamam, oldu mu? Kök mənfiyə bərabər ola bilməz. Bunun da həlli yoxdur. Üçüncü. 2 kök altda mənfi x plus 2. Uşaqlar deyir ki, müəllim, bunun kökü yoxdur, çünki x-in qabağında mənfi var. Olsun da uşaqlar. Niyə olsun? Bu x-in özü mənfi 5 olsun, qarşıdakı mənfinin əhəmiyyəti qalmır. 2 mənfi müsbətə çevrilmiş olur. Yəni, uşaqlar fikirləşir ki, kök mənfi olanmaz. Uşaqlar, mənfi 5 yazsaydım bura, hə, mənası yoxdur. Amma mənfi x yazmışamsa var. Bəlkə x-in özü mənfi 5-dir. Qarşıdakı mənfi ilə müsbət 5-ə çevriləcək. Onda neyini? Bunu həll edək. Kök altda mənfi x bərabərdir 2-nin bu tərəfə keçiləndə mənfi 2. İndi sual verim. Kök mənfiyə bərabər ola bilərmi? Bu mənfi 2-nin də qarşıdakı 2 bölündə mənfi 1. Uşaqlar deyir ki, müəllim, bu mənfi ilə bu mənfini ixtisar edik. Uşaqlar, o mənfi kökün içindədir. Ona görə bu mənfi ilə bunu
İxtisar eləmək olmaz. Kök mənfiyə bərabər ola bilərmi? Xeyr. Deməli, bunun da kökü yoxdur. Birincinin də olmadı, ikincinin də olmadı, üçüncünün də olmadı. Gərək dördüncü. Dördüncü niyə olmasın ki? Misal belədir. 4x üstü 4 bərabərdir 4-ə. 4-ü 4-ə böldük, x üstü 4 bərabərdir 1-ə. Müsbət olmuşam. Cüt qüvvət müsbətə bərabərdir. Deməli, bunun həlli var. Hansı nədir 4 dəfə özünə vuranında müsbət 1 edir? Plus minus 1. Mənfi 1-i də 4 dəfə özünə vuranda müsbət 1 edir. Müsbət 1-i də 4 dəfə özünə vuranda 1 edir. Deməli, bunun kökü var. 5-ci misalımızın da kökü var. Niyə? 0,2x bərabərdir 2-yə. 2-nin 0,2 bölündür 10. Tənliyin kökü var da. Deməli, kökü olmadı birincinin, ikincinin və üçüncünün. Nə vaxt kökü olmur? Kvadrat mənfi olanda, kökün altı mənfi olanda və yaxud kök mənfiyə bərabər olanda mənası olmur. Keçirik 33-cü suala. 33-cü sual sadə modullu tənlikdə 6-cı sinif misalda. Modullu ifadə 3-ə bərabər verilibdir. Deməli, biz nə edəcəyik? Modulun içindəki ifadəni bir dəfə 3-ə, bir dəfə də mənfi 3-ə bərabər edəcəm. Deməli, modulda x çıx 2 bərabərdir 3 dənədir. Bunu həll edəndə x çıx 2-ni bir dəfə 3-ə, bir dəfə də x çıx 2-ni mənfi 3-ə bərabər eləmiş olacaq. Buradan həll edəndə 3 üstəgəl 2 5 eləyir. Bunu isə həll edəndə mənfi 3 üstəgəl 2, yəni mənfi 1 almış oluruz. Sizə də tənliyin köklərinin hasilini istəyir. 5-i mənfi 1-ə vuranda eləyir mənfi 5 və salam. Oldu cavab B variantı. Davam edirik 35-ci sualımızla. Nədir 35-ci sualımız? Deməli, 35-ci sualımız belədir. 3. Sürətdə modulda x bölü x çıxılsın x bərabərdir 2. Deməli, uşaqlar, moduldan çıxardırıq. Moduldan bilirik də bir dəfə müsbət, bir dəfə mənfi çıxardırıq. Birinci səfər müsbət çıxardıram. Müsbət çıxardığında bilirsiniz, özü çıxır. Yəni, ifadəmiz belə olmuş olur. İkinci səfər mənfisini çıxardırıq. Mənfisini çıxardığında bilirik ki, qarşıya, x-in qarşısına mənfi qoyuruq. Qalan hər şey olduğu kimi yazılmış olur. Və burada x-dən ixtisar olunur. Qalır 3 çıxılsın x bərabərdir ki, yəni 3-dən neçə çıxılır 2 edir? Təbii ki. Ya da tənlik kimi həll eləsək, mənfi x bərabərdir 2 çıx 3, mənfi x bərabərdir mənfi 1, mənfilər də ixtisar etsin x bərabərdir 1 almış olur. İndi buna gələk, burada da bu x-ləri ixtisar elədim. Amma burada 3 yox, mənfi 3 qalmış oldu. Həll eləsək, mənfi x bərabərdir 2 plus 3, niyə? Mənfi 3 tərəfi keçdi müsbət, mənfi x bərabərdir 5, x də bərabər olmuş oldu, mənfi 5. Tənliyimizin 2 kökü var, 1 və mənfi 5. İndi davam edirik 37-ci sualına. 37-ci sualımız nədir? Yenə uşaqlar kökdür, hasildir, axırda sıfıra bərabərdir. Deməli, minlik, ayrı, ayrılıqda sıfıra bərabər edirik. Hərəsini ayrı. Deməli, x kvadratı çıx 2 bərabərdir 0-dırsa, x kvadratı bərabərdir 2, x bərabərdir plus minus kök altda 2-yə. Şimdi keçirik. Bunu 0-a bərabər edirik. X kvadrat çıxsın 2x plus 2 bərabərdir 0. Bunun diskriminantı mənfi eləyirdi. Tənliyin həlli yoxdur. Diskriminantımız budur. B kvadratı, yəni mənfi 2-nin kvadratı çıxsın 4 vur. A-mız əmsal yoxdur deyil. 1, S-miz isə 2. Bu deyir 4 çıx 8 mənfi 4. Diskriminant mənfisi bunun həlli yoxdur. Boş çoxluq. Bunun həlli yoxdur, misalın yox. Sadəcə bunun. Yəni bu demək ki, bu ifadə heç vaxt 0 olmur. Onda qalır bunun 0-a bərabər olması. Biz də oradan mənfi kökçünə müsbət kökçü almışıq. Sizdən də köklərinin hasilini istəyir. Mənfi kökçünü də müsbət kökçüyə vuranda, kökçünü kökçüyə vuranda yeri aid 2. Mənfi də qabağında da oldu mənfi 2. 39-cu suala baxırıq. Əslində bir növ kök dərsi ilə əlaqəlidir. Kvadrat kök aparır və cüt qüvvətlərini həmişə modulda çıxmış olur. Və modul özünə bərabərdir. Modul nə vaxt özünə bərabər olur? Baxın uşaqlar. Modulda 5-dirsə 5-dir. Müsbətdirsə, görürsünüz sağdan sol eynidir. Mənfi 5 olanda müsbət 5-dir. Fikir verirsiniz. Modulun içindəki ədəd müsbət olanda sağdan sol eyni olur. Modulun içindəki ədəd mənfi olanda əks ədəd olur. Baxaq ki, bunlar əksdir yoxsa eynidir? Eynidir. Yəni müsbətdir. Bu demək ki, bu müsbətdir.
x çıx 3 müsbətdir. Müsbət olmaq riyaziyyatda nə deməkdir? X çıx 3 böyüdür bərabərdir 0. X böyüdür bərabərdir 3-dən. Deməli, 3-dən böyüdürsə 3-dən müsbət sonsuzluğa 3-ün özü daxildir. Ona görə də mötərizədə kvadratik olmuş oldu. Davam edirik. 41-ci sual. Deməli, 41-ci suala yazaq. Deməli, modulda 2x çıx 1 üstəgəl x bərabərdir. Birinci x o tərəfə keçirək. Çünki onun modula dəxli yoxdur deyə digər tərəfə keçirə bilirəm. Məsələn, 1-i keçirmək istəsəm, bax bu 1. Keçirə bilmirəm, çünki modulun içində. İndi nə edək? Moduldan çıxardaq. Demişdik ki, modulu tənliyi həll edəndə bir dəfə özünə, bir dəfə isə mənfisinə bərabər edirəm. Yəni, bir dəfə yazıram 2x çıx 1 bərabərdir 1 çıx x-a. Bir dəfə isə yazıram 2x çıx 1 bərabərdir mənfi 1 çıx x-a uşaqlar. İndi ayrısını ayrı-ayrı həll edək. 2x plus x 1 plus 1 3x 2-dir. 2 böl 3'dür. Bu tənliyin köklərimizin biri. İkinci tənliyimizə gələk. Birinci mötərizəni açaq mənfiyə görə. 2x çıx 1 bərabərdir mənfi 1 plus x. 2x çıx x bərabərdir mənfi 1 plus 1. X bərabərdir 0-a. Sizə tənliyin köklərinin cəmini istəyir. 0-dan 3-də 2-ni toplayırsanız, təbii ki, bu 3-də 2 eləyəcək. Davam edirik 43-cü sual. 43-cü sualda cüt qüvvətdən kökləri toplayıblar 0 edir. Biz demişdik ki, tam cəbrdə. Əgər cüt qüvvətdən köklərin cəmi 0-a bərabərdirsə, modulların cəmi 0-a bərabərdirsə, mötərizənin kvadratlarının cəmi 0-a bərabərdirsə, bu zaman ayrı-ayrı 0-a bərabər eləmək bizim üçün kifayət olmuş olur. Bilirsiniz niyə uşaqlar? Əslində toplayanda 0 eləyən ədədlər əks ədəd olmalıdır. Yəni, məsəl üçün, bunun 0 eləməsi üçün bu 5 eləyirsə, bu mənfi 5 olmalıdır ki, toplayanda 0 eləsin. Və biz də demişik ki, kök heç vaxt mənfi ola bilmir cüt qüvvətdən. Ona görə qalır ki, yalnız və yalnız 0 olmalı. Yəni, bu da 0 olsun, bu da 0 olsun ki, toplayanda 0 eləsin. Yəni, x çıx 3 0-dırsa x 3-dür, 2x çıx 6 0-dır, 3x 6-dır, 6-da 2 bölün x 3-dür. Yəni, elə tənliyin bir kökü var, o da 3-dür. Yəni, y variantı olmuş oldu. Davam edirik 45-ci sualla. Sual belədir. 2a modulda x plus 2 bərabərdir 2a x çıx 3. Deməli uşaqlar, nə edəcəm? Modulu tənlikdir. Moduldan çıxardacağım. Bir dəfə müsbət, bir dəfə isə mənfi. Gəlin birinci deyək ki, x müsbətdir və onu moduldan çıxardaq. Bilirik, müsbət olanda hərf moduldan özü çıxır. Yəni, olur belə 2a x plus 2 bərabərdir 2ax çıx 3. 2ax-lar bir tərəf, yox, elə 2ax-lar buradan islah olunur. Çünki x də müsbətdir, digər tərəfə 2 də mənfi olacaq. 2 bərabərdir mənfi çalırsan. Bu mümkün deyil. 2 mənfi necə bərabər olacaq? Bu getdi. Onun ikinci hala keçirik. X-ə deyirik mənfi. Deməli və bilirik ki, əgər hərf mənfidirsə, onu moduldan çıxardanın qabağına mənfi qoyuruq. Yəni, bu olacaq mənfi 2ax plus 2 bərabərdir 2ax çıx 3. İndi x-ləri bir tərəfə keçirirəm. Dərs bunun qabağına niyə qoymadınız? Çünki modul təkcə buradadır. Buna görə də təkcə bunun qarşısına qoyuruq. Mənfi 2ax çıxılsın 2ax bərabərdir mənfi 3 çıx 2. Mənfi 4ax bərabərdir mənfi 5. Uşaqlar, mənfi mənfiyə bölürəm. A-x bərabərdir 5 böl 4. Yəni müsbət. Uşaqlar, vuranda müsbət alınıb. A-nı x-ə vuranda müsbət 4-də 5 alınıb. Belə çıxır ki, A-ya özü x-ə nə demişdik burada? Mənfi. Burada x mənfidir. X mənfidirsə, mənfini nəyə vurum ki, müsbət ala bilim? Deməli, mənfini mənfiyə vurmalıyam ki, müsbət alım. Bu deməkdir ki, A mənfidir. Mənfi olmaq da nə deməkdir? A sıfırdan kiçikdir. Riyaziyyatda bilirik də mənfi olmaq sıfırdan kiçik olmaq deməkdir. Deməli, cavabımız oldu B variantı. Davam edirik 47-ci sualla. Yenə 47-ci sualda kök var. Kök olan misalları bilirik, kvadrata yüksəltməliyik. Yəni, başqa çıxış yolumuz yoxdur. 47. Deməli, uşaqlar,
Sıfıra bərabər eləməliyəm. Gəlin həll eləyək. 2x plus 9 çıxılsın kök altda x bərabərdir 3. Sol tərəfi 1, sağ tərəfi 1-də yüksəldə bilərəm. Amma mən ən rahat olsun deyə daha rahat mənə elə gəlir. Kök altda x-i digər tərəfə keçirib sonra kvadrata yüksəldirəm. 2x plus 9 bərabərdir 3 plus kök x. İndi kvadrata yüksəldirəm. Solu 1, sağı da 1. Sol tərəfdə kvadrat kökü aparır. 2x plus 9 qalmış olur. Sağ tərəf isə müxtəsər vurma kimi açıram. Yəni 3-ün kvadratı 9. Hasilin 2 misli 6 kök x. Yəni bunun hasil kimi 2 misli. Və kök x-in kvadratı, yəni x kvadrat kök aparmış oldu. İndi yığın bir tərəfə 9-dan getdim. İkisi də müsbətdir. Birini o tərəfə keçirəndə mənfi olacaq. X-ləri bir tərəfə yığım, kökü də bir tərəfdə saxlayaq. 2x çıxılsın x bərabərdir 6 kök x. X bərabərdir 6 kök x. Yenə kök var. Hesablaması heç nədə yoxdur. Yenə kvadrata yüksəltməliyəm. Buranı da, buranı da. Onda olur x kvadratı bərabərdir 36 x. Keçir bir tərəfə. Ortaq çıxart. Belə bir tənliyi almış oluruq. Buradan x-i ortaq çıxardıram. X çıx 36 bərabərdir 0. Və indi bunların hərəsini ayrı-ayrı 0-a bərabər edirsən. X bərabərdir 0. Və x çıx 36-nı 0-a bərabər edirsən. X-i də 36 almış olacaq. Sizdən də istəyir. Tənliyin kökləri cəmini tap. 0-la 36-nı toplayanda ilə 36 eləyir. Heç uşaqlar şey deyəm eləməyə bilərdi. Heç ortaq falan çıxartmıram. Ən rahatım. Nə eləyərdim? Buradan sonra baxın. Köklərin cəmini istəyir. Kökləri tapmağa ehtiyac yoxdur. X kvadrat çıx 36 x bərabərdir 0 yazardım. Kvadrat tənliyin köklərinin cəmi mənfi b böl a-dır. Yəni bunun əksi. Yəni müsbət 36 olmuş olacaqdı. Belə də eləyə bilərdik. Keçirik uşaqlar 49-cu sualımıza. 49-cu sualda sizdən soruşur ki, tənliyin neçə kökü var? Yəni köklərin sayını istəyir. Demir tənliyin kökləri neçə, deyil mi? Neçə kökü var. Gəlin biz tənliyi həll eləyək. Sonra da baxaq ki, görək onun neçə dənə kökü var imiş. Məxrəcimiz nə var? Kök x çıx kök 2. Deməli uşaqlar, kəsir sıfıra bərabərdir. Yalnız sürəti sıfıra bərabər eləyir və ayrı-ayrı hamısını sıfıra bərabər eləyəcəm. X bərabərdir 0. X plus 2 bərabərdir 0. Buradan alıram mənfi 2. X kvadratı çıx 4 bərabərdir 0. Buradan alıram x kvadrat bərabərdir 4. X bərabərdir plus minus 2-yə. Və bir dənə də bizim nə? Məxrəc var. Məxrəc nə olmalıydı? Məxrəc heç vaxt 0 ola bilmir. Ona görə də məxrəcdəki ifadəni fərqlidir 0 götürürsünüz. Kök altda x fərqlidir kök altda 2-dən. Kvadrata yüksəldirəm hər iki tərəfi. Sağda, solda x fərqlidir 2-dən. Deməli uşaqlar, bu demək ki, x 2 olanmaz. Həqiqətən. Buradan müsbət mənfi 2 almışıq. Buradan 2 getdi. Çünki niyə? 2-ni bura qoysam kök altda 2 çıx 2 0 eləmiş olur. Mənfi 2-ni yoxlayaq. Mənfi 2-ni qoysam kök altda mənfi 2 edir. Kökün altı cüt qüvvətdən mənfi ola bilməz. Deməli mənfi 2 də mənim köküm deyil. Mənfi 2 ona görə köküm deyil ki, kökün altı mənfi olanmaz. 2 də ona görə köküm deyil ki, kök altda 2 çıx 2 məxrəc 0 olmuş olacaq. Biz demişik ki, heç vaxt məxrəc 0 ola bilməz. Onda bizim bir dənə kökümüz var. O da 0'dır. Sizdən soruşur tənliyin neçə dənə kökü var? Bir dənə. A variantı 1 dənə. 51-ci sualdan davam edirik. Yenə hasil 0'dır. Bu zaman ayrı-ayrı 0'a bərabər eləmək lazımdır. Deməli, x kvadrat üstə gəl 5x. Kökün altında x plus 3 bərabərdir 0. Deməli, ayrı-ayrı 0'a bərabər eləyirəm. Buradan x-i ortaq çıxardıram. X bərabərdir 0. X plus 5 bərabərdir 0. X mənfi 5'dir. Kökdə eyni qayda ilə 0'a bərabərdir. Şu an kökü yazmıram. Çünki niyə? Kökün özü 0'dırsa, yəni bu kök altı ifadə 0'dır da. Yəni ehtiyac yoxdur ki, kök yazmağa. X bərabərdir mənfi 3. İndi baxaq görə hansı ödür? Mənfi 5 ödəmir kök. Niyə? Mənfi 5 üstə gəl 3 mənfi 2 edir. Kök mənfi ola bilməz. Amma 0'dan mənfi 3 ödəyir. Yoxlaya da bilərsiniz. Ödəmiş olur. Sizdən də istəyir ki, tənliyin neçə kök var? Oldu 2 dənə. Cavab C variantı. 2 dənə kökümüz var uşaqlar. 52-ci sualda eyni qayda ilə. 53-cü sualda 47-ci sualdan eynidir, kökdür. Birini digər tərəfə keçir.
kvadrata yüksəld. Ya da istəsən keçirmədən də yüksəldə bilərsən. Mənə elə daha rahatdır deyə mən elə eləməyi sevirəm. Ürəyim istəyir keçirmə, sən kvadrata yüksəld. Yəni, solu bir, sağı bir. Mən kök x o tərəfə keçirirəm. Və indi kvadrata yüksəldirəm hər tərəfi. Sağı da, solu da. Solda kvadrat kök aparır, x plus 3 qalır. Sağı isə müxtəsər kimi açmaq məcburiyyətindəyik. 3-ün kvadratı 9. Buna bunun hasilinin 2 misli 3-2 vuranda 6x. Və kök x-in kvadratı sadəcə x eləmiş olur. Çünki kvadrat kök aparır. Bu zaman bu x-lər gedir uşaqlar. Çünki bir mənfidir, bir müsbət. İkisi də müsbətdir. Bir o tərəfə keçəndə mənfi olacaq. 3 çıx 9 bərabərdir mənfi 6 kök x-ə. Mənfi 6 bərabərdir mənfi 6 kök x-ə. Mənfi 6-nı mənfi 6-ya böləndə kök x bərabərdir 1-ə. Kökdən azad eləmək üçün kvadrata yüksəlt. X bərabərdir 1-ə. 53-cü sual tənliyi həll elədik. Aldıq D variantı 1. 55-ci sualı yazmıram. 13-cü sualla eynisidir. Orada tənliyin köklərinin sadəcə cəmini istəyir. İzah eləmişəm, baxarsınız ona. 56-cı sualda da biri digər tərəfə. Yəni yazaq 56-dan 2 dənədir. Yazaq 56. 56-cı sualımız elə incə yazdığım 53-cü sualdan eyni şeydir. Keçir o tərəfə kvadrata yüksəlirsiniz də. 5x çıx 1 çıx 1 bərabərlik. Bu kənardakı 1-i digər tərəfə keçirə bilirik. Keçirək. Olur x plus 1. İndi kökdən azad eləmək üçün kvadrata yüksəldiniz. Sağı 1, solu da 1. Sol tərəfdə kvadrat kökü aparır. Qalır 5x çıx 1. Sağ tərəf isə müxtəsər kimi açmaq məcburiyyətindəyik. Bunları indi bu tərəfə keçirik. Yəni x kvadrat plus 2x plus 1-i saxladım. 5x-i gətirdim mənfi. Mənfi 1-i bu tərəfə keçirdim. Oldu müsbət 1. 2x-dən 5x çıxırsan mənfi 3. 1-lə də bir toplayırsan 2. Aldıq kvadrat tənliyi. Sizdən də istəyir tənliyin kökləri hasili. Kökləri hasili budur da 2. Mesela kökləri hasili 2-dir. 56-da cavab oldu. B variantı 2. Sonra 58-ci sual eynən 51-ci sualla eynidir. Ayrı-ayrı sıfıra bərabər edirik. Gəlin onu da yazaq. Demək uşaqlar 58, 59 və 60. Üçü də eynidir. Mən 58-i yazıram. O birlərini yazmayacağım. Sual belədir. X kvadrat çıx 1. Kökün altında isə 1 çıx 2x bərabərdir 0. Kökləri cəmin istəyir. Ayrı-ayrı sıfıra bərabər eləyəcəm və uşaqlar. Nəyi nəzərə almalıyıq? Kökün altı mənfi ola bilməz. Bunu hökmən nəzərə almaq lazımdır. Buradan x kvadratı çıx 1-i sıfıra bərabərlədim. X kvadratı 1, kvadratı 1 olan ədəd də plus minus 1-dir. Mənfi 2x bərabərdir. Mənfi 1-ə, mənfi 1-də. Mənfi 2-yə böləndə edir. Müsbət 2-də 1. Yəni 0,5 uşaqlar 1-2 bölündə. İndi mən deyirəm ki, bir bu tənliyin həlli deyil. İzah edeyim. Gətirib biz kökün altında yerinə 1 qoysaq uşaqlar. Eləyir 1 çıx 2 vur 1. Yəni eləyir mənfi 1 kökün altı. Bu ola bilməz. Yəni bizim tənliyimizin kökü 1 deyil. Mənfi 1 amma olar. Çünki 1 çıx 2 vur mənfi 1. Eləyir üstə gəlir 2. 1 üstə gəlir 2 3 eləyir. Bu olmalıdır. Deməli, tənliyimizin kökləri olur 58-də. Mənfi 1 ilə 0,5. Dediyimiz kimi müsbət 1 ödəmir. Bura müsbət 1 qoyunda kökün altı mənfiləmiş olur. Sizdən də bu tənliyin köklərinin cəmini istəyir. Mənfi 1 ilə 0,5 toplayanda isə mənfi 0,5. 58-də də cavab olmuş oldu C variantı.